Bugün belki de heç birinizin bilmediği bir telefon hakkında, Infinix Hot 60 Pro hakkında danışacağıq. Gəlin başlayaq, sözü çox da uzatmayaq. İlk olarak belki de en asıl şeyden, tabii ki de qiymətdən danışmaq lazımdır. Bakın, bu telefonu bu ərəfələrdə maksimum 600 manata tapa bilərsiniz, amma endirimləri təqib etsəniz daha ucuza tapa bilərsiniz dostlar. O da endirimləri təqib etməyiniz sizin cibinizə səhvdir. Dizaynından ve ekranından devam edək. Bu telefon 6.78 düymlük AMOLED panelə sahib, 144 Hz yenileme sürəti olub, 440 ppi değeri olan möhtəşəm bir telefondur. 6.78 inç biraz böyük kimi görsənə bilər, amma telefon cəmi 6.6 mm'dir. Gövdəsini nəzərdə tuturam. Korpusu təəssüf ki plastikdir, amma elə heç də ucuz bir plastik kimi hiss etdirmir. Və xüsusi olaraq da elə qutusunun içində elə adaptörü, kablosu zat çıxdığı üçün əlavə də pul verməli olmayacaqsınız və elə qutudan çıxan kablo ilə istifadə etdikdə heç o plastiki hiss belə etməyəcəksiniz. Və ekran o qiymət segmentində olan damla kəsikli yox, nöqtə kəsiklidir. Yəni premium bir cihaz kimi görsənir. Yəni ekran dostlar həqiqətən Infinix simiclik etməyib. Yəni sizə tam qane edəcək. Baxın, bu nazik gövdəyə baxmayaraq Infinix bu telefonun içinə 5160 mAh batarya qoyub. Yəni bu sizə bir gün tam rahat bəs edəcək. Əgər ki 12 saatlıq bir ekran vaxtınız yoxdursa. Və telefon özü 45 Watt ilə şarj olunur. Elə adaptördə qutunun içinə çıxdığı üçün onun üçün də əlavə pul verməli olmayacaqsınız bəzi telefonlar kimi. İndi isə gəlin telefonun beynindən, yəni prosesorundan danışaq. Dostlar, bu telefon 2025-ci ildə çıxıb və bu telefona da elə 2025-ci ildə çıxan bir prosesor, MediaTek Helio G200 prosesoru qoyulub. Bu prosesor heç də zəif bir prosesor deyil dostlar. Gündəlik işlərinizi çox rahat bir şəkildə görərsiniz və oyunlara qaldıqda, məsəl üçün PUBG Mobile 60 FPS stabil bir şəkildə oynaya bilərsiniz. Düzdür, telefon 144 Hz'dir, amma ki bu prosesor 144 FPS açacağı mənasına gəlmir. Amma ki ekranın 144 Hz olması oyun oynadıqda çox axıcı hiss etdirir və bəzi sadə oyunları oynadıqda 144 FPS-i hiss edə biləcəksiniz. Zarafat etmirəm. Və bir digər sevindirici xəbər odur ki dostlar, bu telefonda giroskop var və telefonda 3.5 mm'lik jack girişi mövcuddur və telefon cəmi 170 qramdır. Yəni bəzi telefonlara nisbətən olduqca yüngüldür. Bundan əlavə günəş altında telefonun ekranını görə biləcəksiniz. Yəni orada içiniz rahat olsun. Və telefon özü təəssüf ki 5G yox, 4G-yi dəstəkləyir, amma bu elə də bir mənfi deyil, çünki Azərbaycan elə tam olaraq 5G-yə keçmir. Telefonun bir digər lazımlı xüsusiyyəti olan kamerasından da danışaq. Burada əsas kamera 50 megapiksel, selfie kamera isə 13 megapikseldir və əsas kameranın altında olan kameralar köməkçi sensorlardır. Onların oradakı işi portret zat çəkəndə bulanıqlı zadı daha kəskin və yaxşı çəkməyinizə kömək etməkdir. Amma həm əsas kamera, həm selfie kamerası olduqca keyfiyyətli və öz qiymətinə görə yaxşı şəkillər çəkir. Video tərəfinə keçdikdə isə əsas kamera 1080p'də 60 fps, 2K-da isə 30 fps çəkə bilir. Eyni ilə selfie kamerası da 1080p'də 60 fps və 2K-da isə 30 fps çəkə bilir. Amma təəssüf ki burada OIS dəstəyi yoxdur. Onun əvəzinə rəqəmsal sabitləşdirmə, yəni Gyro Ace dəstəyi var. Bu əlbəttə ki OIS-in yerinə heç vaxt keçə bilməz, amma ki işinizi görər. Panorama portret çəkə bilərsiniz bu telefonda, amma təəssüf ki geniş bucaqlı kamera bu telefonun içində yoxdur. Son olaraq da güncəlləmədən biraz danışaq dostlar. Bu telefon özü qutudan Android 15-də çıxır və Android 16-yı alıb və Android 17-yi alacaq. 2028-ci ilə qədər də təhlükəsizlik yeniləmələrini alacaq. Və bu telefon IP64 suya və toza dayanma sertifikatı var. Bu da o deməkdir ki, yəni yüngül sıçrayışlara qarşı dözümlüdür, amma belə suyun altında zat video çəkməyə heç cəhd etməyin. Və telefon 1.5 metr yüksəklikdən düşəndə hələm-hələm sınmır, amma bu o demək deyil ki, siz telefonları da götürüb yerə çırpmalısınız. Əlbəttə ki, ekran qoruyucu zat taxsanız çox daha yaxşı olar. Və bu qədər dostlar. Telefonun hər hansı bir yerinə toxunmadımsa, yəni hər hansı bir məqamına toxunmadımsa, xahiş edirəm bunu şərhlər bölməsinə qeyd edin. Bəs siz bu telefonu alırdınız və ümumiyyətlə siz hansı telefonu istifadə edirsiniz? Şərhlərə mütləq yazın. İnanın hamısını oxuyacağam. Sağ olun, salamat qalın. Bir sonraki videoda görüşmək üzərə. Yadıma çıxmışdı. Kanala abunə olmağı və videoya like atmayı unutmayın.